Salam hər kəsə, mən Fərid. Bugün sizə Cisco Paket Tracer-də əsas fundamental bilgiləri bilməli olduqlarınızı öyrədəcəm. İlk bölümdən, birinci bölümdən başlayaraq sizə Cisco Paket Tracer kompüterinizi necə quraşdırmalı olduğunuzu göstərəcəm. Bunu quraşdırmaq üçün əvvəlcə Try-ınıza gəlin və axtarış hissəsinə Cisco Paket Tracer yazın, axtarın. Burada Cisco Networking Akademiyaya daxil olun. Burada sizə dövlətçi login eləməyinizdir. Login hissəsində e-mail ilə və yaxud Google-dan birbaşa daxil ola bilərsiniz. Və burada daxil olaq. Hesabımıza daxil olduqdan sonra burada Start Learning hissəsinə gəlirik. Və burada Getting Started with Cisco Paket Tracer paketini, kursunu seçirik. Bunu seçdikdən sonra burada Resume kurs hissəsini seçirik və kursa daxil oluruq. Mən artıq bu kursu bitirdiyimdən yaşıldır, sizdə bunlar yaşıl olmayacaq. Yükləmək üçün əsas birinci hissədə 1.0.3-cü paneldə Dolma Cisco Paket Tracer hissəsini seçirik və buradakı linkə daxil oluruq. Açılan linkdə bizə müəyyən seçimlər verək. Həmçinin dil seçimində olacaq, ancaq ki, nə türk, nə də ki, Azərbaycan dili mövcud olmadığından sizə tövsiyəm elə ingilis dilində qalmaqdır. Biraz aşağı düşdükdən sonra burada bizə versiyalar verir. macOS, Ubuntu və Windows üçün. Məndəki Windows olduğu üçün Windows seçirəm. Və artıq indirməyə başladı. Deməli, proqramımız yükləndi və açırıq. Burada müəyyən icazələr istəyir, qəbul edirik və I accept the agreement. Next. Məndə əvvəlcədən yüklü olmuşdu. Video üçün silib təzən yükləyirəm, ona görə bir şey açıldı. Yükləyək, create desktop shortcut. Yüklə, install. Next. Bu qarşılaşdığım problemlər sizdə olmayacaq, əgər ilk dəfə də yükləyirsinizsə. Və proqram yüklənməsi tamamlandı. Launch Cisco Paket Tracer and finish. Və budur, ilk olaraq Cisco Paket Tracer interfeysinə daxil olduq. Deməli, burada ilk olaraq sizə panellərə başlayacağım. Hansı düymə, nə funksiyanı yerinə yetirir və deməli başlayaq. Burada ilk olaraq sol üstdən başlayaq. Bu yeni bir pəncərə, yeni bir topologiya açır. Buradan sənədinizi sıfırlayıb ağ bir səhvə ilə başlaya bilərsiniz. Buradan hazır olan bir sənədi aça bilərsiniz. Məndə məsələn hazır idi belə bir sənəd, belə bir topologiya. Daha sonra buradan save edə bilərsiniz və print edə bilərsiniz. Daha sonra deməli, bu düymə informasiya bizim failimiz haqqında information verir, description verir. Sonra burada istifadəçilər arasında dəyişiklik edə bilərik. Burada copy, paste, undo, next, yaxınlaşdırmaq, uzaqlaşdırmaq və digər panellər. Bura keçək, əsas buranı istifadə edəcəyik biz topologiyadan zaman. Bu seçmək alətidir. Bu yaxınlaşdırmaq, incələmək, yəni belə panel çıxır. Bundan istifadə etdiyimiz zaman daha sonra istifadə edəcəyik bunu. Bu alətim. Bu bildiyimiz silmək üçün istifadə edirik. Ctrl-Z ilə geri alaq. Bu yaxınlaşdırmaq üçün idi deyəsən, o qədər istifadə eləmirəm. Burada biz bundan çox istifadə edəcəyik. Not almaqdır, məsələn 192, 168, 10.1. Belə bir not aldıq, bunu buraya yerləşdirdik. Hər hansı bir qeyd olan zaman bizə lazım olur. Burada müəyyən fiqurlarımız var. Məsələn, deyək ki, bura ev 1 topologiyasıdır, ev 2, ev 3 və belə davam edir.
sırf biz və digərlərinin daha yaxşı, daha aydın başa düşməsi üçündür. Digər fiqurlardır burada. Deməli, daha sonra bunları təmizləyək ya da qalsın. Əsas isə burada paket göndərmək üçün istifadə etdiyimiz alətdir və digər yandakı isə daha detallı şəkildə paket göndərəcəyimiz, nə zaman elə lazım olsa bu alətdən istifadə edəcəyik. Biz sadəsindən istifadə etmək, məsələn deyək ki, ev 1 topologiyasında olan kompüterdən digər bir topologiyaya, məsələn ev 3-ə məlumat göndərməyə çalışaq. İndi bunlar konfigurasiya olmayıb da failed verdi, gördüyümüz kimi. Bunun niyə olduğunu gələcəkdə izah edəcəm, gələcək videolarda. Sonra aşağı panelə keçək. Aşağı paneldə network devices, end devices, components, connections və digər, bunlar o qədər lazım deyil. Bunlar deyim nə üçündür? Bunlar son istifadə edədiyimiz alətlərdir. Məsələn, mən burada routerlərdən istifadə etmişəm, switchlərdən istifadə etmişəm, laptop və PC-lər istifadə etmişəm. Bu da multi-user connection-dır. Bunu da gələcək videoda izah edərəm. Deməli, gələk network device-a. Network device-da routerlərimiz var, switchlərimiz var, havalarımız var, wireless device-larımız var, security və WAN emulation-larımız var. End device-da, end device-ın, məsələn, bizdə çox zaman istifadə edəcəyimiz PC-lərimiz var. Laptop, server və digər cihazlarımızı görə bilirik burada. Home-da daha çox ağıllı ev alətlərini görürük burada. Speakerlar, məsələn, kofe aparatları, ventilyatorlar. Daha sonra Smart City hissəsində o qədər çox istifadə edəməyəcəyik, amma ki, məsələn, daha detallı, daha çox, necə deyim, daha çox alət istifadə edəməyəcəyik, daha çox cihaz istifadə etmək istədiyimiz zaman özümüz üçün, məsələn, özümüz hər hansısa bir, necə deyim, daha geniş bir layihə hazırlamaq istədiyimiz zaman bunlardan istifadə edə bilərik. Daha sonra industrial və daha sonra power grid hissələri var. Bunlardan mən o qədər istifadə etmirəm, lazım olmur. Bura keçək. Burada senaryolardır. Senaryolar nə idi? Bizim göndərdiyimiz paketləri burada görə bilirik. Məsələn, senaryo 0-da ikinci paket successful oldu. Məsələn, yeni senaryo yaradaq. Yeni senaryoda vəsə, əvvəlki senaryomuz getdi. Yəni, yenidən başqa bir paket yeri, destination adresi göndərə bilərik. Məsələn, bu in progress fail. Buranı çünki konfigurasiya eləmişik. Daha sonra bunu delete eləyək, hamısını delete eləyək. Sağ tərəfə keçək. Sağ tərəfdə real time var və simulation var. Real time nədir? Biz bu routerləri konfigurasiya edən zaman və yaxud məlumat ötürən zaman bu avtomatik olaraq real həyatda necə baş verirsə, burada da elə baş verir. Amma ki, simulation-da bunu biz xətaları aşkarlamaq üçün istifadə edəcəyik. Baxın, hələ ki in progress yazır. Bunu məsələn sürətini biraz artıraraq buradan paketlərin hərəkət etmə sürətini. Və burada paketin gediş yönünü izləyək. Switchlər arasında dövr elədi, routerə gəldi. Routerdən mən bildiyim qədər digər routerə keçməyəcək. Keçdi, buranı konfigurasiya eləmişəm, yəqin geri qayıtma yolunu nəsə problem yaşayacaq. Məsələn, qabağa verək biraz. Paket geri qayıtdı həmin routerə. Və gördüyünüz kimi bu Cisco Packet Tracer'ın bir bug'ıdır. Bizim əvvəlcə failed verirdi, indi işə successful verdi. Yəni ki, işləyirmiş topologiyamız, amma ki, real time nəsə bir problem yaşayırmış. Və son olaraq burada logical və physical hissəsi var. Logicalda bizim gördüyümüz belə bir topologiyanı açıq şəkildə görürük. Fizikalda biz canlı olaraq cihazlarla işləyə bilirik. Məsələn, bura girək. Burada gördüyümüz kimi biraz qarışıqdır. Bunun düzənlənmiş versiyasını açım mən. Giririk bura, səliqəli versiya. Səliqəli versiya keçdik. Belə logicalda heç bir şey dəyişməyibdir. Hər şey olduğu kimi qalıbdır. Fizikalda mən bunların hamısını ayırmışam, düzəltmişəm. Məsələn, Home 1-ə girək. Home 1-ə girdiyimiz kimi 3 dənə switch var. Burada baxaq. 3 dənə switchdən deməli Home 1 switchi bu qoşulubdur ortaç switchə və yuxarıdaşda təzədən ortaçına qoşulubdur. Bu deməli ortadakı hansı switchdir? Bizdə bunu təşkil edən switchdir.
yəni canlı olaraq buradadır. Bu da gedir bu routerə qoşulur. Məsələn, burada gördüyümüz şnur, cable budur. Və burada da gördüyümüz kimi 2 dənə PC-miz var. Eyni logical da olduğu kimi görə bilirik hər bir şeyi. Geri qayıdaq buradan əvvəlki xəritəyə, əvvəlki yerə. Və wiring closet, bunun adını dəyişməmişəm, default olaraq qalıbdır. Burada bizim routerlərimizi görürük. Həmin evlərdən, homelardan gələn, switchlərindən gələn şnurlar gəlir burada routerlərə qoşulur və bu routerlər arasında mən xüsusi əlaqələndirmələr eləmişəm. Hansı ki biz logical topologiyada gördüyümüz kimi. Və başqa elə də bir şey yoxdur. Hamısı bu qədər. Növbəti videoda görüşənədək.